Xanımlar və cənablar, efirdə 61 verilişidir. 3də 1 finala yüksəlmiş tələbələrlə tanış olun. AD Universitetindən Murad İskəndər, Bakı Ali Neft Məktəbindən Murad Xəlilli, Azərbaycan Dövlət İqtisad Universitetindən Emir Yusublu, verilişin aparıcısı Nərmin Knyazı salamlayaq. Salam, hörmətli tamaşaçılar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirsiniz. Artıq bildiyiniz kimi bu mövsümdə 61-də tələbələr yarışırlar və biz yavaş-yavaş böyük finala yaxınlaşırıq. Böyük finalda məhz bir tələbə 5000 manat pul mükafatı qazanacaq. Biz növbəti 3də 1 oyundayıq. Gəlin bugünün qalibini və böyük finalın iştirakçısını seçək. Odur ki, ilk raund və 6 mövzu ilə başlayırıq. Otlu mövzu. Müharibələr, ədədlər və rəqəmlər. Dünya ölkələri mövzusunda oynayacağıq. Alimlər, di gəlsin, di heycası ilə başlayan sözləri eşidərik. 9-da 1 oyunları daha yuxarı nəticə göstərdiyiniz üçün ADA təmsilçisi Murad, siz seçim edirsiniz. Müharibələr 30. Fars körfəzində Tanker müharibəsi adlanan toqquşmanın bir hissəsi olduğu müharibənin iştirakçısı olan iki dövlət Amerikada zaman-zaman müdaxilə edirdi. Murad. İran və İraq nədir? Doğrudur. Davam edirik. Müharibələr 40. Britaniya siyasətçisi qərbində admiral təsviri Falkland adaları uğrunda müharibədə qalibiyyəti simvolizə edir. Murad. Margaret Thatcher kimdir? Odur. Müharibələr 50. Pikapları Çad və Liviya arasındakı müharibəyə adını vermiş avtomobil şirkəti. Çad ordusu pikaplar üzərində raket qurğularının köməyi ilə onlarla Liviya tankını yandırmışdı. Murad. Toyota nədir? Doğrudur. Davam edirik. Müharibələr 20. Gəmilərində Olimpiya halqalarını təsvir edən Alman sualtı qayıq komandirlərinin hərbi xidmətə çağırış ili. Murad. 1939 nədir? Yox. Emil. 1936 nədir? Doğrudur Emil. Di gəlsin 50. Hesablaya bilməmək qabiliyyəti. Əgər bu xəstəliyə tutulsaz, kalkulyatordan istifadə edin. Emil. Dikalkulyasiya nədir? Deyil. Bu xəstəlik diskalkiya xəstəliyi adlanır. Davam edək. Di gəlsin 40. Tərcüməçi sözünün az istifadə olunan sinonimi. Bu adlı mobil tətbiq çox yaxşı tərcümə edir. Murad. Dilmanc nədir? Doğrudur. Dünya ölkələri 40. Uzun müddət Yaşılburun adaları adlandırılan Afrika ölkəsi indi rəsmi olaraq digər ad qəbul edilib. Murad. Cabo Verde nədir? Doğrudur. Dünya ölkələri 30. 1830-cu ildə Böyük Kolumbiyanın dağılmasından sonra Cənubi Amerikada Venezuela və Ekvadordan savayı yaranan 3-cü ölkə. Murad. Kolumbiya nədir? Doğrudur. Dünya ölkələri 50. Adı xoşbəxt sözündən yarana biləcək Ərəb ölkəsi vətəndaş müharibəsinin viran qoyduğu ölkə üçün acı ironiyadır. Murad. Livan nədir? Deyil. Murad. Suriya nədir? O da deyil. Xoşbəxt sözü ərəbcə Yəməndir. Davam edək. Ədədlər və rəqəmlər 50. Kubu və kvadratı özünün kvadrat kökünə bərabər olan rəqəm. Murad. 1 nədir? Doğrudur. Otlu mövzu 50. 1473-cü ilin Fatih II Mehmet və Uzun Həsənin Qaramana nəzarət uğrunda olan döyüşü. Murad. Otluq beli nədir? Doğrudur. Otlu mövzu 30. Adını həm bu ota, həm şortlara vermiş Atlantik okeanındakı adalar.
Emil? Havay nədir? Yox. Əgər otu tanımadınızsa, belə şortlar Bermud adlanır. Davam edək. Otlu mövzu 40. Otun vəziyyətinə greenkeeperlərin baxdığı idman növü, qumlu zonalara digər işçilər qulluq edir. Emil? Tennis nədir? Yox. Greenkeeperlər golf üçün meydanda ota qulluq edirlər. Davam edək. Ədədlər və rəqəmlər 30. Almanların həm də tam ədədlər çoxluğunu ifadə etdikləri Alman əlifbasının son hərfi. İş orasındadır ki, rəqəm sözü Almanca bu hərflə başlayır. Murad, Z nədir? doğrudur. Ədədlər və rəqəmlər 40. Dəfələrlə atıldığı sikkənin hər iki tərəfini eyni sayda düşməsini iddia edən ehtimal nəzəriyyəsi qanunu. Murad, Böyük ədədlər qanunu nədir? odur. Alimlər 50. Heykəli tarixi Xarəzmin paytaxtı Xivə şəhərində ucalan dahi alim. Yeganə əlyazması isə Cambridge kitabxanasında saxlanılır. Emil, Əl-Xarəzmi kimdir? bu Əl-Xarəzmi kimi məşhur olan dahi Xarəzm sakini Əbu Cəfər Məhəmməd ibn Musadır. Bəli, Alimlər 40. 1835-ci ildə Galapagos tısbağasının belinə minmiş İngilis. Yəqin ki, ona təkamül etməyə kömək edirdi. Emil, Darwin kimdir? söhbət təkamül nəzəriyyəsinin banisindən gedirdi. Doğrudur. Alimlər 30. Öncədən polonium kimyəvi elementinin varlığını söyləmiş və onu Divitellur adlandırmağı təklif etmiş Rus alimi. Emil, Mendeleyev kimdir? odur. Digəlsin 30. Ürək aparan kimi tərcümə olunan ad, könül aparan isə dilrübədir. Murad, Dilarə nədir? yox. Dilbər adı belə tərcümə olunur. Digəlsin 20. Müasir texnologiyaların köməyi ilə yaradılmış çox keyfiyyətli fake, amma yenə də fake olaraq qalır. Murad, Deepfake nədir? doğrudur. Dünya ölkələri 20. Murad, ilk raunda günün fürsəti sizin qarşınıza çıxır. Çox təəssüf. Hansı xalla gediş edirsiniz? Belə deyəndən sonra olsun 70 bal. Aha, özünüz öz dediyinizin üstünə dayanmaq istəyirsiniz. Bəli, 70 balla. bəli. Beləliklə 70 xallıq günün fürsətinin cavabını Murad sizin üçün səsləndirirəm, diqqətli olun. Təxminən 70% Dnestr çayının qərb, 30% isə şərq sahilində yerləşən keçmiş Sovet Respublikası. Moldova nədir? Risk eləyə bilərdiniz, Murad. Yaxşı eləməmişəm. Təbrik eləyirəm. Təşəkkürlər. Davam eləyək. Dünya ölkələri 10. 1905-ci ilə qədər İsveçin bir hissəsi olmuş Avropa ölkəsi. Emil, Norveç nədir? doğrudur. Alimlər 20. Ernest Rutherfordun atom nüvəsinin quruluşu haqqında sual verənləri yönləndirdiyi Danimarkalı fizik. Murad, Niels Bohr kimdir? bəli. Alimlər 10. Diferensial teoremi anlayışını riyaziyyata daxil etmiş Gottfried. Murad, Leibniz kimdir? odur. Ədədlər və rəqəmlər 20. 1666-cı ildə Samuel Morland tərəfindən yaradılmış mexaniki kalkulyatorda rəqəmlərlə edilməsi mümkün olan iki əməliyyat. Murad, Toplama və çıxma nədir? doğrudur. Müharibələr 10. Birinci Dünya müharibəsindən sonra Almanlar yaşayan Cənubi Tirolu zəbt edərək özünün ən şimal bölgəsinə çevirən Avropa ölkəsi. Söhbət İtaliyadan gedirdi. Davam edək. Otlu mövzu 20. Ərəblərin şibit adlandırdığı ətirli ot. Emil, Şüyüt nədir? o da Emil.
Otlu mövzu 10. Müxtəlif sortlar arasında popkorn üçün xüsusi yetişdirilənin də olduğu ot. Emil, Qarğıdalı nədir? doğrudur. Di gəlsin 10. Tennisçi Novak Djokovic'in hakimə tərəf vurduğu topa görə aldığı cəza. Üstəlik 260 min ABŞ dolları cərimə edilmişdi. Murad, Diskvalifikasiya nədir? doğrudur. Ədədlər və rəqəmlər 10. Hasili yarımsadə ədəd və ya biprim adlanan ədədlər. Murad, Prim ədədlər nədir? deyil. Murad, Mürəkkəb ədədlər nədir? yox. Emil, Sadə ədədlər nədir? bəli, doğrudur. Beləliklə, biz ilk raundun bütün cavablarını oynadıq. Gəlin xallara nəzər yetirək. Emil, 70 xalla ilk raundu bitirirsiniz. Murad, sizin isə 120 xalınız var. Murad, 260 xalla ilk raundu başa vurursunuz. Amma təbii ki, əsas nəticələr ikinci raund sonunda bilinəcək. Odur ki, izləmədə qalın. Əziz izləyicilər, İctimai Televiziyanın efirində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 davam edir. Bugünkü 3-1 oyunun ilk raundunu biz geridə qoymuşuq. İkinci raunda keçid alacağıq, amma öncəliklə bugünkü iştirakçılarımızı daha yaxından tanıyaq. Emil, xoş gördük sizi. Xoş gördük Nərmin xanım. Necəsiz? Yaxşı olmağa çalışıram. Ümid edirəm ikinci raunddan sonra Daha daha da doğrusu yaxşı. muradım budur ki, ikinci raunddan sonra qalib olum. Ən azından bizdə bir inanc var. İki adam eyni adı daşıyırsa, arzu tutanda Çin olur. Yox. Yanlarında dayanmışam, görək bu inanc nə qədər doğru olacaq. Əslində inanc belədir ki, iki eyni adı daşıyan insan ortasında dayananda Muraddan xahiş eləsəm yerimizi dəyişsək, bəlkə də daha yaxşı oynayacağam. təəssüf ki, artıq keçdi. Emil, belə ümidləri bir kənara qoyuruq. Amma danışmaq istəyirəm sizin Orta Asiya səfərinizdən. Bəli. Mən bildiyim qədər siz də bu barədə danışmaq istəyirsiniz. Bəli, Mənə şəxsən ola çox bilər. maraqlıdır. Çünki hələ ki səfər etməmişəm. Haraları görmək məsləhətdir? Çox məsləhət görürəm. Xüsusən mən bəyənmişəm Qırğızstan və Özbəkistanı. Özbəkistan tarix və yeməklər cəhətdən çox yaxşı idi. Yeməklər çox dadlı idi, fərqli idi və bizim ağız dadımıza çox uyğun idi. Başa düşdüyünüz kimi mənim üçün səyahətdə yemək çox önəmlidir və orada çox bəyənmişdim. İkinci vacib məsələ Qırğızstandır və orada Isyk-Kul ətrafında çox yaxşı bir səfərim var idi. Isyk-Kul özü möhtəşəm idi, dağları, gölü və orada bir xatirəm də ondan ibarətdir ki, əgər siz ora gedirsinizsə, mən bunu çox gec öyrəndim praktikadan sonra. Suyunda üzmək çox maraqlı idi. Mən dedim, biraz günəşlənim. Sən demə, o dağlıq ərazi olduğu üçün atmosfer çox seyrəkdir və günəş daha yandırıcıdır. Ona görə mütləq günəş kremindən istifadə edin. Yoxsa mənim kimi 3-4 gün çox pis xatirələrlə qayıda bilərsiniz ölkəyə. Təşəkkür edirik. Çox sağ olun. Emil, dəyərli məsləhətləriniz üçün uğurlar sizə. Murad, xoş gördük sizi. gördük. Siz necəsiz? Yaxşı olmağa çalışıram. Aha. Yaxşı sayılarım hətta. Yaxşı sayılırsınız hətta. Ümid edirəm daha yaxşı olarsınız Murad. Danışmaq istəyirəm sizin son səfərlərinizdən birinə. Bilmirəm bu axır, yəni son zamanlarda mı olub, yoxsa daha öncə mi olub, amma Qusarın Ləzə kəndində pis hava şəraitində azmısınız. Demək olar. Gülə-gülə danışırsınız biraz. Yəni indi keçmişə baxanda adamın gülməyə gəlir, amma yəni onda keçirdiyimiz işlər daha fərqli idi də. Aha. Yəni o Ləzəyə yola düşəndə əslində hava yaxşı idi. Biz də taksi ilə gedirdik. Birdən yolda hava pisləşdi. Siz taksidə azmısınız? Yox, taksidə azmamışıq. Taksi hava pisləşdi və taksi sürücüsü dedi ki, buradan sonra mən apara bilmərəm sizi maşınla. Siz Aha. piyada düşüb özünüz getməlisiniz. Aha. Biz yəni ilk dəfəmiz idi, təcrübəsiz idi. Deyər nə ola bilər də dedik, getdik. Getdik, sağ-salamat çatdıq. Amma yəni qaydanda hava lap pisləşdi. Aha. Yəni piyada bir yerə qədər qayıtmalıydıq ki, sürücü ilə burada görüşəcəyik. Aha. Ora qədər gedənə qədər artıq gəldiyimiz yol oxşamırdı. Bildik ki, nəsə səhvlik var.
Hətta sağ tərəfdə xizəkçilər sürüşürdü, qəribə bir yer idi. Bir də qabaqda 3 fərqli dildə xəbərdarlıq nişan gördük. Onda lap qorxdu ki, bəlkə sərhədi falan keçmişik. Bir də müşahidə məntəqəsi var idi. Orada gördük ki, sən yəqin ki, kurortun orada nəzarətçisi dururdu. Ondan soruşduq, dedi qabaqda tunel var, o tunelə getdik. Tuneldə gözləməyə başladıq, sürücü ilə danışdıq. Sürücü dedi ki, mən tunelə gəlmişəm. Bizə dedi, biz də tuneldəyik axı. Ya onda biraz dedi ki, yəqin artıq həqiqətən də səhv yerə getmişik. Sonra dedi, yox, qabaqda da tunel var. Gəldi, axır ki, tapdıq, sağ-salamat qayıda bildik. Əla, Murad. Bir şey soruşum. Belə səfərlər zamanı azmamaq üçün mütləq nə etmək lazımdır? Yəqin ki, bir dərs çıxartmısınız da. Azmamaq üçün hər şeyin əvvəlcədən planlamaq lazımdır, hər ehtimalı. Hər ehtimal gözdən Biz ilk dəfə deyə demişdik, nə ola bilər, ən pisi. Hə, Muradı eşidin, amma əməl eləməyin eynisidir. Murad, təşəkkürlər. Sağ ol. Murad, mən çalışıram adlarınızı fərqli intonasiya ilə deyə bir fərqləndirə bilim. Murad, siz necəsiz? Şükür, yaxşı deyək, yaxşı olaq. Siz bildiyim qədərilə numizmatika ilə maraqlanırsınız. Bəli, əslində bu uşaqlıqdan gələn bir həvəs deyil. Son 2 ildə yaranıb. O da çox təsadüfi oldu. Mən Necə təsadüf? dostlarımla dərsdən sonra şəhərdə elə belə gəzəndə bir dükan gördük. Fərqli çarpdı gözümüzə və daxil olduq. Orada yəni dükanda numizmatika eksponatları var idi. Müxtəlif ordenlər, medallar, nişanlar, pul nümunələri. Yəni görəndə çox şoka düşdük. Çünki orada hətta eradan əvvəl 4-cü, 5-ci əsrə aid nümunələrdən dünyanın 100-dən çox ölkəsinə aid yəni fərqli eksponatlar var idi və bəzən də rəngləri, bu kompozisiyalar çox gözəl idi. O zamandan bəri məndə artıq bu maraq yarandı. Aha, maraqlanırsınız yoxsa artıq eksponatlardan, yəni belə deyək də bir növ almağa başlamısınız bu sikkələrdən? İnşallah özüm pul qazanandan sonra alaram yəqin ki. Hələ ki baxırsınız. Bəli, hələ ki baxıram. Yəni hətta maraqlı olar hansısa tarixi bir nişan alıb döşmə vurum. Maraqlıdır Murad, uğurlar sizə də. Təşəkkürlər. Bildiyiniz kimi biz artıq ikinci raunddayıq. İkinci raundda bizim cavabların dəyəri 2 qat artıb. Gəlin raundun mövzularını tanıyaq. Bazarlar, dinlər mövzusunda oynayacağıq. Ulduzlar, kino mövzumuz var. Filosoflar mövzusu var və mağaralar mövzusunda oynayırıq. Emil, buyurun seçim edin. Dinlər 100. Qurani Kərimin 113 və 114-cü surələrinin başladığı ifadə. Murad, D nədir? deyil. Yalnız 9-cu ət tövbədən başqa bütün surələr Bismillahirrahmanirrahim, mərhəmətli və rəhimli Allahın adı ilə sözləri ilə başlayır. Dinlər 80. Modena şəhərinin kilsə xorunda kiçik oğlu Luciano ilə birgə oxumuş Fernando'nun soyadı. Murad, Pavarotti kimdir? doğrudur. Dinlər 60. Optik fenomen. Muisca hindularının tanrısı Boçka onun köməkliyi ilə insanların yanına inmişdi. Daha dəqiq desək, yuvarlanmışdı. Emil, Göy qurşağı nədir? doğrudur. Dinlər 40. Tərəfdarlarının kainatın mərkəzi kimi müqəddəs Meru dağının götürdükləri din. Budistlər etiraz etmir. Murad, Zen buddizm nədir? yox. Hinduizm nədir? Davam edək. Mağaralar 100. Qazaxda adını divarlarından daimi axan suya görə almış mağara. Murad, Damcılı nədir? Damcılı mağarasında su divarlardan axır, bəlim. Mağaralar 80. 1975-ci ildə tanınmış arxeoloq Məmmədəli Hüseynovun haqqında 1,5 milyon il əvvələ səyahət məqaləsini yazdığı mağara. Emil, Azıq nədir? doğrudur. Mağaralar 60. 1947-ci ildə tapılan və Qüdsdə qorunan qədim əlyazmalara adını verən dəniz, baxmayaraq ki, onları sahilyanı mağarada tapmışdılar. Murad, Ölü dəniz nədir?
Doğrudur Murad. Kinolar 40. Kino 40. Bəli Murad, eşidirik sizi. Olsun 40. 40 xalla günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. 28 dekabr 1895-ci ildə 1 frank dəyərində cəmi 35 bilet satmağı bacarmış qardaşlar. Lumière qardaşları kimdir? Odur Murad. Davam edirik. Kino 20. Telefonçunun Mimino Sovet filmində Gürcü şəhəri Tel Aviv ilə sərf saldığı paytaxt. Murad, Tiflis nədir? yox. Emil, Tel Aviv nədir? Tel Avivdən söhbət gedir. Bəli, Filosoflar 100. Yəsəvilik təriqətinin banisi olan 12-ci əsr filosofu və sufi şairi. Davamçıları onu Pir Sultan da adlandırırdı. Murad, Əhməd Yəsəvi kimdir? ilk türk şair sufilərindən biri Əhməd Yəsəvidən söhbət gedirdi. Bəli, Filosoflar 80. bəli Murad. Mən heç nə deməyəcəm sizə artıq. Burada Kərəm ağlamaq tutdu. Olsun, Bəli, olsun, olsun. 120. 120. Yaxşı, 120 xalla günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Günəş sisteminin meydana gəlməsini ulduzlar arası qaz buludunun kondensasiyası ilə izah edən Königsberg sakini. Astronom yox, filosof üçün pis deyil. Immanuel Kant kimdir? Bəli Murad, odum. Davam edək. Filosoflar 60. Mənim ardımca gedərək Sokrat haqqında az, həqiqət haqqında daha çox düşün deyən filosof. Murad, Platon kimdir? yox. Emil, Aristotel kimdir? o da deyil. Sokrat yox, həqiqət haqqında düşünməyi elə Sokrat özü tələb edirdi. Davam edək. Kino 80. Kodak şirkətinin uzun müddət Venesiya kinofestivalı mükafatlarından biri olmuş məhsulu. Murad, Fotoaparat nədir? deyil. Emil, Lent nədir? doğrudur Emil. Ulduzlar 100. Həm rejissoru, həm də rəssamı Arif Məhərrəmov olan cizgi filmi. Emil, Münəccimin şagirdi nədir? doğrudur. Ulduzlar 80. Ən parlaq ulduzu yerdən çox yaxında cəmi 4,3 işıq ili məsafəsində yerləşən bürc. Buna görə Sentavrın alfası Proxima, yəni yaxın adlanır. Davam edək. Ulduzlar 60. 18-ci əsr Fransasında şərəflərini bürc adlandırmaq istənilən qardaşlar. Nəticədə aydakı kraterlərdən birinə onların adı verildi. Emil, Montgolfier nədir? bəli, doğrudur. Bazarlar 100. Bir neçə il indiki İsmayılı rayonunun mərkəzi olmuş qəsəbə. Qəsəbənin məhəllələri arasında Dəmirçi bazar da var. Murad, Lahıc nədir? deyil. Bir müddət Baskal da rayon mərkəzi olub. Davam edək. Bazarlar 80. 70 ildir ki, ABŞ-da fond bazarının vəziyyətini ölçərək S&P 500 reytinqini nəşr edən şirkət. Murad, S&P və yaxud Standard & Poor nədir? doğrudur. Kino 100. Luc Bessonun peşəkar qatilin dipçəkdəki Aglaonema gülünü özü ilə daşıdığı filmi. Murad, Leon nədir? doğrudur. Bazarlar 60. Yazıcı William T. Carey'in müqəddiməsini kukla ustasının adından yazdığı romanı. Vanity Fair və ya şöhrətpərəstlik yarmarkası. Davam edək. Kino 60. Hərbi xidmət zamanı sürdüyü tankı Avstriya ordusundan satın alaraq Kaliforniyaya aparmış aktyor. Murad, Arnold Schwarzenegger kimdir? doğrudur. Filosoflar 40.
1950-ci ildə Sovet hakimiyyətinin təqibləri nəticəsində intihar edən Azərbaycanlı alim filosof Emil Heydər Hüseynov kimdir? doğrudur. Mağaralar 40. Mağara növü Ursus spelaus təxminən 15 min il əvvəl nəsli kəsilmiş heyvan. Emil Ayı nədir? doğrudur Emil. Bazarlar 40. Bizim böyük mağazaları adlandırdığımız və böyük bazar anlamı olan söz birləşməsi. Murad Supermarket nədir? doğrudur. Ulduzlar 40. Ulduzları formalaşdıran iki qaz, birinin kimyəvi simvolu digərindən yalnız E hərfi ilə fərqlənir. Murad Hidrogen və helium nədir? doğrudur. Dinlər 20. Lev Tolstoyun Elen Bezukhovanın əri Pierre'dən boşanması üçün katolik dinini qəbul etdiyi romanı. Murad Anna Karenina nədir? yox. Hərf və sülh. Murad Hərb və sülh nədir? doğrudur. Filosoflar 20. Roma papalarının iş otağı olan Stans della Signatura üçün Afina məktəbi freskasını yaratmış dahi rəssam. Orada 22 filosof və alim təsvir olunub. Emil Michelangelo kimdir? yox. Ayda. Murad Rafael Santi kimdir? bəli, odur. Ulduzlar 20. Nəbi Xəzrinin 1966-cı ildə yaradılmış musiqi kollektivinə təklif etdiyi ad. Murad Dan ulduzu nədir? doğrudur. Mağaralar 20. Bəstəkar Edward Grieg'in Per Gynt suitasının Dağ Kralının mağarasında adlanan hissəsinin sıra nömrəsi. O həm də sonuncudur. 4-cü hissə. Davam edək. Bazarlar 20. ISO 8601 beynəlxalq standartına əsasən həftənin birinci günü. Murad Bazar ertəsi nədir? doğrudur. Beləliklə, biz ikinci raundunda bütün cavablarını oynadıq. Raundun sonudur. Gəlin final raunduna keçməzdən öncə xallarınıza nəzər yetirək. Murad 100 xalla finaldasınız. Emil, sizin 470 xalınız var. Murad, sizin isə 760 xalınız var. Final raunduna keçməzdən öncə finalda oynayacağımız mövzunu açıqlayacağam və daha sonra sizin vaxtınız olacaq ki, hansı xallarla gediş edirsiniz, bunu müəyyənləşdirəsiniz. Beləliklə, finalda oynayacağımız mövzu döyüş filmləri mövzusunda oynayacağıq. Əziz tamaşaçılar, finalda görüşərik. Əziz izləyicilər, bugünkü 3-1 oyununun artıq final mərhələsindəyik və bir neçə dəqiqədən sonra bizim artıq qalibimiz bəlli olacaq, böyük finalın da iştirakçısı. Mən fasilədən öncə hansı mövzuda oynayacağıq finalda bunu açıqlamışdım. İştirakçıların isə yetəri qədər vaxtı oldu ki, hansı xallarla gediş edirlər, bunu müəyyənləşdirsinlər. Belə ki, əgər doğru versiyanı yazsalar, gediş etdikləri xallar hesaba əlavə edilir. Yanlış olduğu halda isə hesabdan silinir. Döyüş filmləri mövzusunda oynayırıq. Final raundunun cavabı belədir. Jean-Claude Van Damme'ın uşaqlıqda məşğul olduğu rəqs sənəti. Bu, onun döyüş səhnələrində hərəkətlərinin elastikliyini və incəliyini izah edir. 30 saniyəniz var. Beləliklə, vaxt bitdi. Gəlin iştirakçıların versiyaları ilə tanış olaq. Murad, sizin versiyanı görək. Capoeiro yanlışdı, Murad. Hansı xalla gediş etmişsiniz?
44 xalla gediş etmisiniz, 56 xalla oyunu tamamlayırsınız. Emil, sizin versiyanı görək. Çox təəccüblü olsa da, Van Damme məhz baletlə məşğul olub. Bəli, hansı xalla gediş etmisiniz? 400 xalla gediş etmisiniz, 870 xalla oyunu tamamlayırsınız Emil. Murad, sizin versiyanı görək. Capoeiro yanlışdı. Hansı xalla gediş etmisiniz? 181 xalla, 579 xalla oyunu tamamlayırsınız ve bu deməkdir ki, Emil bugün 870 xalla oyunun qalibisiz. Təbrik edirəm. Mərkəzə buyurun. Oradan. Necəsiz Emil? Çox həyəcanlıyam. Heç gözləmirdim belə bir final. Balet cavabından gəlib finala çıxacam. Mənim fikir versəz, bu mənim uzun müddət magistr oxumamışdım. Bakalavr bitirəndən sonra dərhal işləməyə başladım. Ona görə magistr oxumadım və indi magistr oxuyuram. 9 il əvvəl mən 61 tələbələri udmuşdum və indiki halda yenidən elə bir fürsətim var. Bir növ o qocalmış Rocky kimi özümü hiss edirəm. Ümid edirəm hər şey kinolardakı kimi olacaq görək. Maraqlıdır. Böyük finalda uğurlar arzu Çox edirik sağ olun, sizə. minnətdaram. Və vurğulamaq istəyirəm ki, böyük finalda bizim iştirakçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Beləliklə biz növbəti 3də1 oyunun sonuna gəldik. Dəstəkçimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. Gələn həftə eyni məkanda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.